Xatirə İslam ilk dəfə, İslamı 2 dəfə dəvət etdik, gəlmədi. Bəli, bir neçə gündür müğənni Nura Skuri sosial şəbəkə hesabında dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımlar edir. Təbii ki, Qafqaz Infoya mən də istinad edirəm. İndi son günlər, yəni dünəndən gördüm ki, Xatirə İslamda məhz həmin o belə narazılığın, gileyin, şikayət edir də. O da yəni ki, narazılığın bildirir, şikayətini bildirir ki, mən də Mədəniyyət Nazirliyinin illərdir Mədəniyyət Nazirliyi keçirdiyi tədbirlərdə yer almıram. Xatirə xanım deyib. Və deyib ki, hər zaman söz söhbətdən qaçmışam, heç vaxt ürəyimdə keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğulmuşam. Bir gün yəqin ki, içim dağılacaq, çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da hazıram. Deyir, əsəbləşmə, mən sizi sevirəm, mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək olar. O zaman 19 yaşım var idi. Məsələn, deyir, mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində, dünyanı deyəndə ki, Xatirə xanım, Amerikada olmuşsunuz, yox, Fransada olmuşsunuz, yox, İtaliyada olmuşsunuz, yox, Yaponiyada olmuşsunuz. Bəzən belə elə təqdimatlar edirlər ki, yəni mən dünyanın hər yerində konsert vermişəm. Mənim üçün maraqlıdır olub, konsert vermişsiniz ümumiyyətlə. Bu ölkələrdə deyirsə, dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, xidmətlərim olub. Amma açığı deyim ki, mən müğənnilərimizdən az halda görürəm ki, hansısa ölkələrə gediblər, konsert veriblər, ancaq toyda, ad alanda da, əməkdar artist, ya xalq artisti fəxri ad alanda da deyir, bu sənətdə mənim çoxdur əməyim. Sonra məlum olur ki, toyları nəzərdə tutur. Deyir ki, Xankəndi, təbii ki, bunlar sizə aid deyil, sadəcə olaraq ümumi fikrimi bildirəm. Xankəndində doğulan yeganə ifaçıyam, sənətim də göz qabağındadır. Bax, bunu mən dünəndən eşitdim, araşdırma aparmaq istəyirəm ki, doğrudanmı sizdən başqa Xankəndində doğulan yoxdur? Xankəndi əsərimdə milyonların dilində. Bəs niyə Xankəndə, Şuşada konsert olanda, tədbirlər olanda məni dəvət etmirlər? Bununla bağlı, təbii ki, o da öz belə çağrışın edib ki, məni dəvət edin, niyə etmirsiniz? Təbii ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladığı nazirlikdən təbii Qafqaz bildirildi ki, müğənni özü dəvətlərdən imtina edib. Son bir il ərzində Xatirə İslam 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Xankəndi şəhər günü çərçivəsində keçirilən rəsmi tədbirlərdə Mədəniyyət Nazirliyi tərəfindən 2 dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib. Xatirə xanım, rəsmi olaraq Mədəniyyət Nazirliyidir ki, o özü imtina edib bu konsertlərdən. İnşallah növbətlərdə sizi dəvət edərlər.